Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün 4-cü sinif liseyə qəbul sınağında istifadə olunan Azərbaycan dili suallarını izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, dəyərli şagirdlər, liseyə əgər hazırlaşırsınızsa, yaxud Azərbaycan dili üzrə daha da təkmilləşmək istəyirsinizsə, o zaman onlayn qruplarımıza qeydiyyat davam edir. Belə ki, 055 314 2298 nömrəsindən yazaraq dərslərimiz haqqında daha ətraflı məlumat əldə edə və dərslərimizə qoşula bilərsiniz. İndi isə gəlin başlayaq sualların izahına. Birinci sualda qeyd olunub ki, mürəkkəb sifətin işləndiyi bəndi müəyyən edin. A variantı istiqanlı. İstiqanlı sözü mürəkkəb sifətdir. Sözün kökü isti, qan sözün kökü l leksik. Yəni, bir sadə, bir düzəltmə sözün birləşməsindən yaranan mürəkkəb sifətdir və doğru cavab olur ilə A variantı. Dəvətikanı sözü, dəvə, tikan, mürəkkəb sözdür. Sadəcə dəvətikanı mürəkkəb isimdir, mürəkkəb sifət deyil. Yaxşı sözü sadə sifətdir. Güldan sözü isə gül sözün kökü dan leksik şəkli keçir, düzəltmə isimdir. Mürəkkəb sifət istənildiyi üçün doğru cavab olur A variantı. Sual 2. Hansı sözün yazılışında səhv var? Şənbə sözü olmalı idi. Şəm yox, şən sözü ilə yadda saxlayın. Şən. Şənbə olmalı idi. N yazılmalı idi. M yazıldığı üçün yanlış cavab A-dadır. Bomba, sumaq, pambıq isə M ilə yazılır. Bunların hər biri doğru yazılıb. Növbəti 3-cü sual. Hansı sözdə kar samiti cingiltili qarşılığı ilə əvəz etdikdə yeni mənalı söz yaranar? A variantında kar samit T-dır. T-nı D ilə əvəz eləsək, doz deyilən bir söz yoxdur. Ona görə A ola bilməz. Dağ sözündə D və H hər ikisi cingiltilidir. D variantında H kardır, lakin onun cingiltili qarşılığı yoxdur. B bəndində isə say sözündə S kardır, S-nı Z ilə əvəz edə bilərik, zay sözü var. Ona görə də doğru cavab olur B variantı. Daha sonra 4-cü sual. Verilmiş suallara uyğun isimlərin işləndiyi bəndi müəyyən edin. 4-cü sualda qeyd olunub ki, verilmiş suallara uyğun isimlərin işləndiyi bəndi müəyyən edin. Kim, kimi, haradan? Nərgiz dostunu şəhərdən salamlayırdı. Kim, Nərgiz, kimi, dostunu, haradan, şəhərdən. Elə burada ardıcıl olaraq kim, kimi, haradan suallar olduğu üçün, yəni isimlərdir və isimlər kim, kimi, haradan sualına cavab verir. Doğru cavab A variantındadır. O, hamını yolda gördü. Yolda gördü kim, o, kimi, hamını, harada, yolda. Burada nə etdi, gördü, kim, o, kimi, hamını, harada, yolda. Burada o əvəzlikdir. Kim sualına cavab versə də əvəzlikdir. Yolda sözdə harada yox, haradan, yəni haradan yox, harada sualına cavab verir. O da hamıda əvəzlikdir. Heç bunu götürə bilməzdiniz. Valideynlər övladlarını evdə saxladılar. Kim valideynlər, kimi övladlarını, harada evdə. Bu harada sualına cavab verir, haradan yox. Hamı işə tələsirdi. Tələsirdi. Kim, hamı nəyə tələsirdi? İşə tələsirdi. Burada da hamı əvəzlikdir. Daha sonra, yəni doğru cavab oldu A variantı. Səhv verilmiş nümunələri müəyyən edin. Əlamət bildirən, keyfiyyət bildirən. Əlamət əşyanın xarici, keyfiyyət isə daxili xüsusiyyətləridir. Səxavətli əlamət yox, keyfiyyətdir. Yanlış olan 1-dir. Nurani və narıncı əlamət bildirir, xarici görünüşdür. Bunlar doğru yazılıb. Keyfiyyət bildirəndə yanlış hündür sözüdür. Bir də sarı sözdür. Çünki bunlar əlamət bildirir, keyfiyyət yox. Amma ağıllı keyfiyyət bildirir. Yanlış olan 1, 4, 6 olur B variantında. Sual 6. Düzgün fikirləri müəyyən edin. Anaya sözüm var, cümləsində biçdirici samit var. Burada y biçdiricidir. Ana, anaya. Doğru fikirdir. Ən maraqlı iş birləşməsində çoxaltma dərəcəsinə aid nümunə işlənibdir. Maraqlı burada sifətdir. Ən maraqlı çoxaltmadır. Doğrudur. Bütün əks məna ifadə edən sözlər antonim sayılır. Yanlışdır. Çünki antonimlər eyni nitq səsinə malik olmalıydı. Məsələn, çiy, bişməmiş, çiy, bir də bişmiş. Bunlar məzmunda əksik olsa da çiy-lə bişmiş, amma bunlar antonim deyil. Çünki müxtəlif nitq hissələrinə aiddir. 1, 2A, 3B doğru cavab olur A variantı. Növbəti sual mətndən bağlı olan sualdır. 2 xorasanlı dərviş deyə gülə yola gedirdi. Bu dərvişlərdən biri bədəncə çox zəif idi. 3 gündən bir dəfə yemək yeyirdi. Güclü və qüvvətli olan isə gündə 3 dəfə yemək yeyirdi. Səhər qidalanması çox vacibdir. Bu mətndən əlaqəsiz olan cümlədir, yəni əlaqəsi yoxdur. Bir gün bu dərvişlər necə oldusa bir şəhərdə casusluq ittihamı ilə həbs olundular. Hər ikisini bir otağa atıb qapını palçıqla suladılar. 2 həftə sonra günahları olmadığı bilindi. Qapı açılanda qəribə mənzərə ilə qarşılaşdılar. Hamı təəccüb içində qalmışdı. Çünki zəif görünən hələ də olduğu kimi idi, ancaq güclü görünən daha solğun və ölümcül vəziyyətdə almışdı.
Hadisəni görənlərdən ağıllı birisi dedi: "Burada qeyri-adi nə var ki? Əgər əksi olsaydı təəccüblənərdiniz. Çünki qüvvətli görünən o adam çox yemək öyrənmişdi. Bir müddətdə aclığa güc gələ bilmədi. Zəif olan dərviş isə onsuz da aclıq içində yaşayırdı." İndi isə mətnin əsasına suallara baxaq. Mətndə tünd rəngdə verilmiş söz hansı cümlədə mətndəki mənada işlənibdir? Baxaq. Mətndə tünd qara hərflə verilmiş söz zəif sözüdür. Bu dərvişlərdən biri bədəncə çox zəif idi. Yəni arıq mənasındadır və həqiqi mənadadır. Dilarə zəif xarakterli biri kimi yadda qalmışdı. Burada zəif xarakter məcazidir. Zəif keçi sürünün ən axırında gedirdi. Burada zəif yəni gücsüz, cansız, cərəfsiz mənadadır. Elə mətndə də həmin mənanı ifadə edirdi. Ona görə cavab olur B bəndi. Onun bu barədəki düşüncələri zəif idi. Düşüncənin zəifliyi məcazidə olmaz. Zəif, iradəsi zəif adam burada da zəif məcazidir. Olmaz. Sual 8. Hansı cümlədə üzərində işarə qoyulmuş sözlə eyni məna ifadə edən söz işlənibdir? Üzərində işarə qoyulmuş olacaqdır atıb. Hər ikisinin bir otağa atıb, yəni bir otağa salıb atıb mənasındadır, həqiqi mənadadır. Uşaqları içəri saldılar, uşaqları içəri atdılar. Məna ilə əvəz etmək olur. Cavab A bəndidir. Oyunçular topu bir-birinə tulladılar. Burada yəni topu bir-birinə atmaq mənası, yəni tullamaq, daha doğrusu atmaq mənasını ifadə etmir. Silahı doldurub yenidən atəş açdılar. Burada da yox. Bu mətndən bəzi fikirlər kənarlaşdırılıb. Bu da uyğun deyil. Və doğru cavab oldu A variantı. Mətnin çərçivə içərisində verilmiş hissəsi hansı fikirlə genişləndirmək olar? Çərçivə hissəsində ağıllı bir insanın nitqindən, yəni danışığından söhbət gedirdi. Burada qeyri-adi nə var idi? Deyir ki, həmin hissə ilə bağlı aclığa dözə bilməzdi. Bəli, orada deyir ki, əgər baxın, burada qeyd olunur ki, burada qeyri-adi nə var ki, əgər əksi olsaydı təəccüblənərdiniz. Çünki qüvvətli görünən o adam çox yemək öyrəşmişdi. Həmin hissəyə əlavə edə bilərik ki, aclığa dözə bilməzdi. Belə bir həyat onun üçün yeni deyildi. Bəli, o arıq olan tayına aid edilirdi. İnsan gərək əlindəkini həmişə bölüşsün. Mətnlə əlaqəsi yoxdur, çərçivənin əlaqəsi yoxdur. Aclıq içində yaşamaq fəlakətdir. Orada da həmin hissə ilə mətnlə əlaqəsi yoxdur. Cavab olur 1-2 B bəndi. Altından xətt çəkilmiş sözü hansı ifadə ilə əvəz etmək olmaz? Altından xətt çəkilmiş söz, baxaq, bilindi. 2 həftə sonra onların günahsız olmadığı bilindi. Yəni üzə çıxdı, bəlli oldu, müəyyən olundu, əvəz edə bilərik. Lakin işıq üzü gördü, olmaz. İşıq üzü görməyi aid edə bilərik. Məsələn, qəzet nəşrdən çıxdı. Qəzet işıq üzü gördü. Bu mənada aid etmək olar. Və cavab olur B bəndi. Hansı fikir mətnlə səsləşir? Az yemək sağlamlığa ziyandır. Xeyr. Halva deməklə ağız şirin olmaz. Mətnlə əlaqəsi yoxdur. Tox günün dostu ac günündə yanında olmaz. Mətn əlaqəsi yoxdur. Bolluğa alışan dar gündə sıxıntıya dözməz. Bəli, mətndə burada kök olan, gündə 3 dəfə yeyən, tez-tez yeyən dərviş haqqındaydı ki, bolluğa alışıb, dar gündə də sıxıntıya dözmür, ölümcül vəziyyətə düşür. Kursivlə verilmiş hansı cümlənin mətn əlaqəsi yoxdur? Bayaq mətn oxunanda dedik ki, birinci cümlə orada qeyd olunmuşdu ki, səhər qidalanması çox vacibdir. Mətnlə əlaqəsi olan cümlə deyildi. Şəkilə və mətnə əsasən fikri seçin. Şəkildəki hadisə dərvişlərin günahsız olduğu bilinəndən sonra baş verir. Şəkildə də gördüyünüz kimi cansız bir dərviş burada göstərilir. Digər insanlar isə heyrətlə buna baxırlar. Ona görə də doğru cavab A variantıdır ki, yəni günahsız olduğu bilinəndən sonra, yəni zirzəmidə, zindanda gəlib onlar görürlər. Budur. Şəkildəkilərdən ikisinin dərviş olduğunu əminliklə söyləyə bilərik. Xeyr, burada bu insanlar, yəni digər insanlar idi. Biri əminliklə deyə bilərik ki, dərviş idi. Halsız vəziyyətdə uzanan həmişə az yeyən yox, çox yeyən dərviş idi. Qapının yanında dayananların üzündə nifrət və qəzəb hissi yox, yazığı gəlirdi bunlara. Cavab A variantıdır. Şəkilə və mətnə əsasən dərvişlərin arasındakı münasibət haqqında hansı fikri yürütmək olar? Burada dərvişlərin bir-birilə xoş münasibətdə olduğunu görürük. Üzərində təbəssüm var. Eyni zamanda mətnin ilk cümləsində qeyd olunmuşdu ki, 2 Xorasanlı dərviş deyə-gülə yol gedirdi. Yəni deyə-gülə bir-birilə şən söhbət edə-də gedirdi. Ona görə də doğru cavabımız olacaqdır D variantı. Çünki hər iki dərviş bu yoldaşlığından məmnun idi. Digər variantlara baxsaq, bir-birlə yoldaşlığından məmnun deyildi. Y-nin əksidir. Axı deyə-gülə gedirlər, niyə məmnun deyirlər? Cavan və sağlam görünən dərvişdə dostuna qarşı xudbinlik özünü göstərir. Xudbinlik özünü düşünmə məqamıdır. Egoistlik mənanı ifadə edir. Həmin mənada deyil. Xeyr, elə bir məlumat yoxdur. Yaşlı və kasıb görünən dərviş digərinə qarşı laqeyddir. Xeyr, laqeyd məsələsi yox idi. Onlar bir-birinə xoş münasibətdə deyə-gülə yol gedirdilər. Daha sonra sonuncu 15-ci suala baxaq. Verilmiş cümlə haqqında düzgün fikirləri müəyyən edin. İrili xırdalı daşların hamısını yola tökdü.
Birincidə qeyd olunur ki, bizdən nə istəyir? Düzgün fikirlər. Sözün quruluş cəhəri üçün növünə aid nümunə işlənibdir. İrili xırdalı mürəkkəbdir. Daşların sadədir. Hamısının sadədir. Tökdü haraya? Yola. Yol sadə, tökmək sadə. Deməli, burada sözün quruluş cəhəri üçün növünə aid nümunə işləməyib. Çünki söz quruluşa sadə, düzəltmə mürəkkəbi olur. Burada mürəkkəb və sadə var. Düzəltməsi olmadığı üçün bir səhvdir. Altından xətt çəkilmiş sözdən həm 2, həm də 4 cür yazılan şəkilçi var. Altından xətt çəkilmiş daşların sözüdür. Burada lar, lər, cəm şəkilçisi 2 variantdır. Un, in, un, ün 4 variant şəkilçidir. Bu doğrudur. Yola sözü yönlü halda olan isimdir. Həqiqi mənada işlənib. İrili xırdalı daşların hamısını yola tökdü. Bəli, yola həqiqətən tökə bilərik. Yol orada həqiqi mənadadır və yönlük haldadır. A yönlük halda düzdür. Cəm şəkilçi söz mücərrəddir. Burada daşların sözü cəm şəkilçisi qəbul edib, lakin mücərrəd deyil. Daşı gözlə görə bilirik və bu konkret isimdir. Və doğru cavabımız olacaq 2-3 B variantı. Belə dəyərli şagirdlər, sualların izahı bu qədər. Qeyd edim ki, bugün imtahanda iştirak edən şagirdlərimdən birinin imtahan kitabçasıdır və həmin şagirdim 15 sualın 15-ini də doğru cavablandırıb. Yəni, hər birini doğru cavablandırıb, səhvsiz yazıb. Əgər siz də liseyin qəbul sınaqlarında, eləcə də qəbul imtahanında səhvsiz yazmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Hələlik.